Planetimizin dərinliklərində geri sayım artıq başlayıb. 1995-ci ildən bəri yerin geofiziki parametrlərində dəhşətli anomaliyalar, 1998-99-cu illərdə isə daxili nüvədə qəfil və misli görülməmiş sıçrayışlar baş verir. Mərkəzdən qaçma qüvvəsinin artması nəticəsində mantiyada olan maqma kəskin şəkildə qaynayaraq yer səthinə qalxmağa başlayır. Litosferi daxildən yuyaraq daha da qızdırır. Nəticədə dərin fokuslu zəlzələlərin və planetar kataklizmlərin sayı eksponensial olaraq artır. Planetimizin bu daxili istini kosmosa ötürərək nəfəs alması üçün yeganə və əsas mexanizmi dünya okeanıdır. Lakin biz bu xilaskar sistemi öz əllərimizlə məhv etmişik. İnsan fəaliyyəti nəticəsində suların sintetik polimerlərlə çirklənməsi okeanın istilik keçiriciliyini əhəmiyyətli dərəcədə pozub. Daha da qorxulusu odur ki, okeanın turşulaşması səbəbindən mikroplastiklər sürətlə parçalanaraq nanoplastiklərə çevrilir və okeanda istiliyin yığılması problemini daha da pisləşdirir. Təbii soyutma sistemi işləmədiyi üçün okean suyu həddindən artıq qızır, intensiv buxarlanma yaranır və bu da birbaşa olaraq dağıdıcı qasırğalara, anormal yağışlara, sel və daşqınlara səbəb olur. Dünya dəyişir və biz bunu hiss etmədən yaşayırıq. Görünməyən bir təhlükə, həm planetimizi qaynadan, həm də daxilimizi zəhərləyən nanoplastiklər artıq insan bədəninə daxil olub. Hər gün istifadə etdiyimiz məhsullar, hər gün nəfəs aldığımız hava, hər gün içdiyimiz su səssizcə bədənimizə daxil olur. Bu sadəcə plastik deyil, bu görünməyən bir işğaldır. Alimlər artıq bunu təsdiqləyir. İnsan qanında, insan orqanlarında plastik tapılıb. Amma ən qorxulusu budur. Biz bunu görmürük, biz bunu hiss etmirik, amma bu bizimlədir. Qlobal iqlim dəyişikliyi dövründə iqlim fəlakətlərinin sürətlənməsinə təkan verən nanoplastik hər bir insanı və bütün bəşəriyyətə toxunan qlobal problemdir. Bu problemin həllini dünyanın ən yaxşı alimləri tapa bilər. Lakin onların bunu bacarması üçün lazımi şərait yaradılmalıdır. Vacibdir ki, alimlər üçün ən qabaqcıl elmi-texniki nailiyyətlərə çıxış, məhdudiyyətsiz maliyyə imkanları və müxtəlif sahələr üzrə sərbəst əməkdaşlıq təmin edilsin. Məhz burada hər birimizin rolu böyükdür. Əgər biz, dünyanın müxtəlif ölkələrində yaşayan adi insanlar bu problem haqqında danışsaq, bu məlumatı başqaları ilə bölüşsək, bu mövzu getdikcə aktual olacaq. Axı ən çox danışılan mövzu sonda ən vacib mövzuya çevrilir. Deməli, iqlim dəyişikliyi və iqlim fəlakətlərinin sürətlənməsinə təkan verən nanoplastik probleminin həlli üçün, alimlərə lazımi şəraitin yaradılması üçün biz, adi insanlar, bu mövzunu nömrə 1 mövzuya çevirməliyik. Ən vacib mövzuya. İnsanlar dünyanın hər yerində eyni problemi və həllinin vacibliyini müzakirə etdikdə, hökumətlərin də bir araya gəlib razılığa gəlməsi daha asan olur və onlar ümumi problemin həlli üçün güclərini birləşdirə bilirlər. Buna görə də biz bu şəraitin yaradılmasına kömək etməliyik, dəstək göstərməliyik. Kömək etmək isə çox sadədir. Bu məlumatı, bu məqaləni dostlarınla, ailə üzvlərinlə, həmkarlarınla və digərləri ilə bölüş. Bu sadə addımlarla sən artıq özünü, yaxınlarını və bütün planeti səlah etməyə töhfə verirsən. Əsas odur ki, biganə qalmayaq. Planetin gələcəyi bizim əlimizdədir.